Birinci sinifə qəbul üzrə daha 4000 nəfər qeydiyyatdan keçib. Artıq 4000-dən çox istifadəçi şəxsi kabinet yaradaraq qeydiyyatdan uğurla keçib. Bu barədə APAya müddəadan məlumat verilib. Məlumata əsasən digər dillərdə tədris olunan bölmələr üzrə birinci sinifə qəbul üçün müsahibələrə yazılma mərhələsi 6-20 may, müsahibələrin keçirilməsi 12-31 may, müsahibədən uğurla keçən uşaqlar üçün məktəb və müəllim seçimi 17 iyun 12 sentyabr aralığı tarixində keçiriləcək. Bakı, Sumqayıt, Gəncə, Abşeron üzrə prioritetli məktəblərə qəbula gəldikdə isə Azərbaycan bölməsi üzrə qəbul 6 may saat 11:00-da, 5 iyun digər dillərdə tədris üzrə isə 17 iyun saat 11:00-da 17 iyul tarixlərində baş tutacaq. Bu tarixlərdə prioritetli məktəblərə müraciətlər prioritet əsaslı qəbul olunacaq. Sonradansa həmin məktəblərə qəbul sərbəst şəkildə həyata keçiriləcək. Prioritet tətbiq olunan məktəblərin siyahısı müvafiq yerli təhsil idarələri və məktəbəqəbul.edu.az portalı vasitəsilə açıqlanacaq. Qəbul prosesi 12 sentyabr 2025-ci il tarixində başa çatacaq.